sorunu saxlanır. Baxmayaq ki, dünya iqtisadiyyatından qlobal bazarlarda bir qeyri-müəyyənlik hökm sürür. Elə qlobal bazarlarda baş verən trendlərdən danışacağıq. Bu gün Almaniyada da istehlak qiymətləri indeksi açıqlanıb. Bu göstərici ümumilikdə Avrozonada inflyasiya tendensiyaları müəyyənləşdirmək üçün əhəmiyyətlidir. Elə bizimlə əlaqədə Almaniyadan canlı bağlantıda Kommersbankın analitik Murad Cəlalovdur. Murad müəllim, salamlayırıq sizə. Buyurun, dünyada bu baş verən proseslər fonunda Avropada nə baş verir? Almaniyada Verbraucherpreis indeks yenici olaraq təyin olundu. Burada istehlak qiymət indeksi mart ayına nəzərən aprel ayı üçün daha da yüksəlmiş oldu. Mart ayında 331 punkt təşkil edirsə, bu aprel ayında artıq 331,6 punkt təşkil edir. Əgər istehlak qiymət indeksində artım müşahidə olunarsa, bu birbaşa inflyasiya təsir edər və inflyasiyanı yüksəltmiş olur. Amma hal-hazırki devr üçün Trump administrasiyasının apardığı siyasəti nəzərə alsaq görərik ki, ticari münaqişələr dövründə Almaniyada enerji sahəsində qiymətlər aşağı endirilmişdi və bu 2,8% qədər endirilməni müşahidə edirik və burada da Spiegel vice versa bir effekt yaranır. Əgər enerji sahəsində qiymətlər aşağı enib istehlak qiymət indeksi yüksələrsə, ümumi olaraq bu inflyasiyanı aşağı endirə bilər. Təqribi olaraq inflyasiya dərəcəsi aprel ayı üçün 2,1% təşkil eləyir. Amma ümumi olaraq 2025-ci ilin sonuna qədər bunu 2%-ə qədər endirilməsini proqnozlaşdırmaq olar. Amma bu deməli istehlak qiymət indeksi 2020-ci illə 25-ci illə müqayisə eləsək görərik ki, 31,5%-ə qədər artım müşahidə olunur. Buna görə də ECB, yəni Avropa Mərkəzi Bankı ümumi olaraq faiz dərəcələrini 7 dəfə aşağı salmışdı bugünə qədər ki, inflyasiya dərəcəsini aşağı endirə bilsin. Çox sağ olun, sizə də minnətdarıq. Bəli, Avropanın iqtisadi mühərriki hesab olunan Almaniyada da inflyasiya göstəriciləri kifayət qədər artıb. Bu həm dünyada, eyni zamanda bu ölkədə baş verən siyasi hadisələrlə də bağlıdır. Amma dünyanın diqqəti Amerika və Çin münasibətləri